Hər kəsə salam. Bu gün oxşar olsa da fərqli mənaya malik olan bir neçə ifadəni müzakirə edəcəyik. İlk başda olaraq at the hospital and in the hospital. Düzdür, mənası oxşar olsa da kontekstə görə mənaları fərqlidir. At the hospital odur ki, kimsə xəstəxanaya ziyarətə gedəndə, hər hansı bir xəstəyə, bir də xəstəxanada kimsə işləyəndə onda istifadə olunur. Məsəl üçün, my dad works at the hospital. Mənim atam xəstəxanada işləyir. İşçi kimi onda at the hospital işlənilir. In the hospital isə xəstə mənasındadır. Yəni xəstəxanada xəstə kimi yatırsansa in the hospital istifadə olunur. Məsəl üçün, my friend is in the hospital because she is ill. Mənim dostum xəstəxanadadır çünki o xəstədir. In bed və on the bed. Oxşar olsa da özlərinə görə fərqləri var. In bed yatmaq, dincəlmək mənasındadır. Məsəl üçün, she is in bed because she is very tired. O yataqdadır çünki o çox yorğundur. On the bed isə yatağın üstündədir deməkdir. Məsəl üçün, nəsə yatağın üstündədir. The book is on the bed. Məsələn, bu kitab çarpayının üstündədir. The book is on the bed. Nəsə, hər hansı bir əşyanın və nəyəsə yatağın üstündə olmağından, yəni olmağı anlamına gəlir. Believe and believe in. Believe, inanmaq, hər hansı bir fikrə, xəbərə inanmaq deməkdir. Məsəl üçün, I believe the news. Mən bu xəbərə inanıram. Believe in isə nəyəsə var olduğuna, gücünə inanmaq. Məsəl üçün, I believe in God. Mən Allaha inanıram. I believe in God. Sonra, she believe in herself. O özünə inanır, öz gücünə inanır. She believe in herself. Bu günlük bu qədər. Bu kimi və daha çox ifadələr öyrənmək istəyirsinizsə, komment bölməsinə yaza bilərsiniz. Sağ olun, salamat qalın.